Deməli burada deyir ki, uyğunluğu müəyyən edən maddələr bizdən soruşur ki, bu maddələrdə karbon atomlarının hibrid orbitallarının sayını istəyir bizdən. Deməli, biz də bilirdik ki, karbona 1 ədəd pi birləşərsə sp2 hibridləşmə, 2 ədəd pi birləşərsə sp hibridləşmə. Pi rabitəsi heç olmazsa karbonun hibridləşməsi nə olacaq? sp3. Birinci, ikinci, üçüncü nömrələdik. Birinci karbon atomunda 1 ədəd pi rabitə var deyə. Bu oldu sp2 hibridləşmə. Bu karbonun da 1 ədəd pi'si var. Bu da sp2 hibridləşmə. Bu karbonun da 1 ədəd pi'si var deyə sp2 hibridləşmə olur. 3 ədəd sp2, 1 sp2-də, 1 ədəd sp2-də 3 ədəd hibrid orbital olur. İndi bizdə 3 dənə sp2 varsa, neçə eləyəcək? 3 vurulsun 3 bərabər 9 dənə hibrid orbital burada var. İkinciyə baxaq. Burada görür ki, karbonumuz elə bir dənədir. Bu qarışıq aldehididir və yaxud da formaldehid. Burada karbonun 1 ədəd pi'si var deyə, bu da oldu nə? sp2 hibridləşmə halında. Bir dənə sp2-də neçə dənə hibrid orbital var idi? 3 dənə. 3 dənə və sonra. Bunun da oldu 3 dənə. Keçdik üçüncüdə. Yenə birinci, ikinci, üçüncü karbonları nömrələdik. Birinci karbonun bir dənə pi'si var. Bu oldu sp2. sp2. sp2 birləşmə. İkinci karbonun pi'si yoxdur. Nə olacaq birləşməsi? 3. Bəli, sp3. Üçüncü karbonda pi'si yoxdur. Bu da sp3. Bəli, sp3. Deməli, burada sp2-dir. sp2-də 3 ədəd idi hibrid orbital. sp3-də 4 dənə, bu sp3-də 4 dənə. 4 üstə 4 elədi, 8 üstə 3, 11 və s. 11 də bunda var imiş. Deməli, birincidə 9 hibrid orbital, ikincidə 3 hibrid orbital, üçüncüdə isə 11 hibrid orbital.